Təzyiqin olur, qalxar, təzyiqin bu nasibindən istifadə edəndə buruna çəkmək. Ən çox qalxanda neçəyə qalxır təzyiqin? Adada 170, 110, 120, 170, 110. Aha. Neçə yaşın var? 50 yaşın. İstilik gəlirmi? Adam gəlir. Sonra qan tər basır, sonra soyuq tər gəlir. Yox, soyuq tərdə olur, sadəcə bir təzyiqin qalır. Bilmə istədim ki, nasibindən ala bilər buruna çəkmək. Xəli yüzü ondan istifadə edir. Aha. Orada indi məsləhət verirəm. Sizə həm zirniç çay dəmləməsi içərsiniz, itburnu dəmləməsi içərsiniz, sonra məkkəgülü dəmləməsi içərsiniz və yemişən meyvəsinin yetişəklərinin dəmləməsini içərsiniz. Həm ürək döyüntülərinizi qaydaya salacaq, həm də qan təzyiqinizi qaydaya salacaq. Yox, gördüyünüz alınmadı, onda gələcəksiniz Bakıya, Doktor Seyfəddin klinikasına. Orada biz təbii üsullarla qan təzyiqini normallaşdıracağıq. Xüsusən təbii ki, o müalicədə hiridoterapiya, zəli ilə müalicə çox gözəl effekt verir. Çox sağ olun, sağlığınıza görə təşəkkür edirəm.